Salam şagirdlər, bu günlərin bizlə 8 fevral 2026-cı il Turan Tədris Mərkəzində keçirilən 11-ci siniflər üçün olan sınaq imtahanının izahına baxırıq. Deməli, ilk sualla başladıq. AN ədədi silsiləsində A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4 28, A2 üstəgəl A3 üstəgəl A4 üstəgəl A5 bərabərdir 60 olarsa. Mesela bu altdakı ifadədən üstteki ifadəni çıxsam, A2'dən A2 çıxdım, bunlar getdi. A3'dən A3 çıxandı, getdi. A4'dən A4 çıxdım, getdi. Nə qaldı? A5 çıxılsın, A1 qaldı, düzdürmü? Uyğun olaraq 60'dan da 28 çıxırıq. 60 çıxılsın 28. A5'i A1 üstəgəl 4D şəklində yazsaq. Çıx A1'imiz var. 60'dan 28 çıxdıq, 32. A1'lər getdi. 4D 32'dən D'miz 8. Silsilə fərqini taplayır. Silsilə fərqi oldu 8. 2 nömrəli sualda. İlk funksiyası üçün y kiçikdir 0 bərabərsin həllər çoxluğu -2 6 aralığı olarsa bu funksiyanın ən kiçik qiymətini tapın. Deməli uşaqlar, -2 6 aralığı. Deməli buradakı sərhəd nöqtələri xüsusi fikir verin. -2 ilə 6. -2 ilə 6-nı amma nə eləmir? Almır. Çünki -2 qoyduqda bu 0-a gedib, bir də 6 qoyduqda bu yenə nəyə gedib? 0-a gedib. Bu grafik belə bir şeydir. Burası -2 olsun, -2 nöqtəsi. Burası da 6 nöqtəsi. Bu parabolamızda qollar yuxarı baxacaq şəkildə. Belə bir paraboladır. Düzdür? Aha. İndi onda -2 qoyduqda x-in yerinə bu nəyə getməlidir? 0-a. Qoyaq -2. Olur -2-nin kvadratı üstəgəl. K-nı -2-yə vuranda -2k, yəni çıx 2k üstəgəl m bərabərdir 0-a. Burası elədir 4. 4 çıx 2k topla m bərabərdir 0-a. Bu 2k ilə m'i sağ tərəfə atsam. 2k çıxılsın m bərabər olacaq nəyə? 4-ə. Oxşar qayda ilə bir də 6 qoyuruq. X-in yerinə 6 qoyduqda da yenə 0-a getməlidir. Sistem tənliyə gələsik sonrasında da 6 qoysaq 6-nın kvadratı 36 topla 6k topla m bərabərdir 0-dan. Buradan da alırıq ki 6k topla m bərabər -36. Tərəf-tərəfə toplayanda 8k m'lər islah oldu. 4 ilə -36 -32. Buradan k bərabərdir. -32-ni 8-ə böldük -4. K-nın yerinə bu tənlikdə -4 yazsam. 2 vur -4. -8 çıx m bərabərdir 4-ə. Bunu sağ tərəfə atdım. Deməli nə oldu? -m bərabərdir 12. M də buradan -12 olaraq tapıldı. K-nı da tapdıq, m də tapdıq. Gətirib burada yazıram yerinə. Y bərabərdir x-in kvadratı. Çıx 4x olur. K-nın yerinə -4 qoyanda. Topla -12 də çıx 12. Sonra bunun ən kiçik qiymətini taparkən nə edirik? Ən kiçik qiymət nəyə bərabər idi? -i diskriminant bölünsün 4a-ya. -i diskriminantımız -4-ün kvadratı 16 çıx 4 vur 1 vur -12-dən 4 vur 12 elədi. Topla 48. Bölünsün 4a. 4 vur 1-dən 4. 16'nın üstünə 48 gəldim. 64. 4'ə böldüm. 16 ama hansı 16? -16. Doğru cavab A bəndi. Digər yandan uşaqlar ən kiçik qiymətini köklərin ədədi ortasında alır burada. -2 ilə 6-nın ədədi ortası. Toplayıb yarıya bölürəm. 4 yarısı 2. Deməli bu funksiyada gətirib hanı funksiyamız? Haradaydı, hara yazdıq? Ha, bu funksiyada x-in yerinə gətirib 2 yazırıq. 2'nin kvadratı. Çıx 4 vur 2, çıx 12. 2'nin kvadratı 4, çıx 8, çıx 12'dən cavabı yenə -16. Eyni şeyi tapmış olduq. İndi 3-cü sualın izahına baxırıq. Nə deyir 3-cü sual? Daxili bucaqların cəmi 1260 dərəcə olan qabarıq çoxbucaqlının diaqonallarının sayını tapın. Aha. Deməli uşaqlar, daxili bucaqların cəmi hansı düsturla tapılır? 180 vur n-2 bərabərdir 1260-a. 0 ilə 0 getsə n çıx 2 bərabərdir 126-nı 18-ə böldük. Neçə dəfə düşdü? 8 dəfə mi düşdü? Yox, 8 dəfə olmaz. Çünki 8 vur 8 6 eləmir. 7 dəfə. Bəli, n çıx 2 bərabəri 7. İstəsən yoxla 7 vur 10 70, 7 vur 8 də 56. Topladıq 126. N buradan nəyə bərabər oldu? 9-a. Diaqonalların sayı düsturda n vur n çıx 3 böl 2. 9 vur. 9-dan 3'ü çıxanda 6 böl 2. 2 ilə 6 ixtisar getdi. Burada 3, 9 vur 3-dən doğru cavab C bəndi 27. Yəni
Sonra vektorlar bölməsinə aid olan suala baxdıq. Vektorlar deyir kollineardır. Nə deməkdir uşaqlar kollinear? Yəni bir düz xətt üzərində yerləşən. Onda bir düz xətt üzərində yerləşirsə, uyğun komponentlərin nisbətləri bərabər olmalıdır. Yəni 4-ün n-ə nisbəti birinci komponentin birinci komponentə uyğun olaraq bərabərdir. 2-nin 4-ə nisbəti, yəni ikinci komponentin ikinci komponentə, o da bərabərdir k-nın 8-ə nisbəti. Bu və yazmaq istəyirlər bura. Aha. İndi buranı ixtisar edəndə 4-də 2-ni nə edir? 2-də 1. Bu nisbətlər 2-də 1-ə bərabər olmalı. Buradan çarpaz vursan n bərabərdir 8-ə. Buradan çarpaz vursan 2k 8-dən k da bərabərdir 4-ə. Cəmini istəyir. Cəmi y bəndi 12. Keçid elədik 5 nömrəli suala. Deyir ki, oturacağı AC olan ABC bərabər yanlı üçbucaq çəkək. Oturacağı AC, ABC bərabər yanlı üçbucaq. Yan tərəfləri bərabərdir bunun. AD tənböləni çəkilmişdir. AD tənböləni çəkdim. Tənböləni, yəni buranı da yarıya böldüm. ASB 56 dərəcədirsə, yəni bura 56-dırsa, burada 56 olmalıdır. Tən böldüyünə görə 28-ə 28 düşdü. Hansı bucağı istəyir bizdən? Bura D nöqtəsidir bu nöqtə. D, AC bucağını istəyir 28 dərəcə. Doğru cavab C bəndi. Keçirik digər suala. ABCDYF düzgün 6 bucaqlısında SM AD-yə perpendikulyar. Yəni bu AD bunun nə idi? Diaqnalı. Özdə bilməliyik ki, böyük diaqnal tərəfin 2 mislinə bərabərdir. AM 15. Böyük diaqnal bilirik ki, tən böləndir. Daxili bucağı 120 dərəcədir. Tən böldüyünə görə 60. Burada 30 dərəcə düşür. 30-un qarşısındakı bu MD uzunluğuna K desəm, onda 90-ın qarşısında neçə K olur? 2K. Onda buranın tamamı da bunun tərəfin 2 qatına bərabər olmalıdır. Yəni neçə K-ya? 4K-ya. K üstəgəl 15 bərabər olmalıdır. Neçə K-ya? 4K-ya. Buradan 3K bərabərdir 15-dən. K-mız 5. Tərəfimiz 2K idi. 2 vur 5-dən 10. Bu da 10. Bu da 10. Hamısı 10. Yəni perimetrin istəyir 6 vur 10-dan 60. Cavab D bəndi. Keçid elədik 7 nömrəli suala. Taxta tirini 45 cm-lik, bir də 55 cm-lik hissələrə itkisiz bölmək üçün onun uzunluğu ən az nə qədər olmalıdır? Uzunluq həm 45-ə bölünən olmalıdır, həm də 55-ə. 45 ilə 55-in əkobunu tapmalıyıq o zaman da. Əkob 45-ə 55. Bunu 5 vur 9 kimi göstərsən, bunu da 5 vurulsun 11 kimi göstərsən. 5-i ortaq vuruq olaraq başa atsaq, 5 vur əkob 9-a neçə? 11. 9 ilə 11 ardıcıl tək ədədlərdir. Qarşılıqlı sadə olur. Bildiyimiz kimi ardıcıl tək ədədlər əkobu hasil edir. 9 vur 11. Bunu da 5-ə vurduq. 9-u 11-ə vuranda 99. 99-da 5-ə vurduq. 495. Cavab A bəndi. Keçid edirik 8 nömrəli suala. 2 modul ifadənin cəmi 0-dır. Həm bu 0 olmalıdır o zaman, həm də bu 0 olmalıdır. Başqa şəkildə mümkün deyil. Buradan x-in yerinə mənfi 1 qoyduqda 0-a gedir. X bərabəri mənfi 1. Burada da x-in yerinə mənfi 1 qoymalıyım o zaman. Mənfi 2 çıx y çıx 3 bərabərdir 0. Mənfi y-i sağ tərəfə atsaq, müsbət y bərabərdir. Mənfi 2-dən 3 çıxanda mənfi 5-ə. Y də bərabər oldu mənfi 5. Bizdən də mənfi 1 çıx mənfi 5 istəyir. Bu da mənfi 1 topla 5 elədiyinə görə mənfi 1-in üstünə 5 gəldik. Doğru cavab A bəndi. Digər suala. Funksiyasının ən kiçik müsbət dövrünü tapın. Əgər kosinusun qüvvəti təkdirsə, dövr tapılarkən T bərabərdir 2pi bölünsün modul K. K nədir? K buradakı x-in əmsalıdır. Modul K üstə. Bu da əgər cüt olsaydı, kosinusla sinusla cüt qüvvətlərdə bir dənə pi-ni K-ya bölürük. Bir də tangeslə kotangesin istənilən qüvvətlərində pi-ni K-ya bölürük. Yəni istisna kosinusla sinusun tək qüvvətlərdir ki, biz burada 2pi-ni K-nın moduluna bölməliyik. K-mız da 3'dür. 2pi bölü 3. Dövrümüz A bəndi. Yəni 2pi bölü 3. 30% 30 qram spirtlə 40% 70 qram spirt qarışdırılır. Aha, məhlul məsələsi. 30 qram 30% ilə 70 qram 40% məhlul qarışdırılarsa, neçə qram məhlul alınar? 100 qram. Faizini bilmirəm, x deyim. Düstur necə idi? 30-un 30-a hasili, yəni M1-in P1-ə hasili, 30 vur 30, üstə gəlinsin. Bax, buradakı əməlləri yazıram.
70'in 40'a hasili bərabərdir 100'ün x-a hasilinə. Gəldik, burası 900, üstə gəl, burası 2800 bərabərdir 100x. Almış oluruq ki, 100x bərabərdir 900 ilə 2800'ü cəmləyəndə edir 3700. 2 sıfırla 2 sıfır sadələşdi. Buradan da x bərabərdir 37'yə. Yəni cavab Y bəndi. Keçid edirik 11 nömrəli sualın izahına. Deməli 11 nömrəli sualda ortaq məxrəcə gətirək. Burada A çıx 5'dir, burada 5 çıxardı. A çıx 5 yaza bilərəm, amma qarşıya mənfi artırmaq şərti ilə olur. A çıx 5'də A kvadratı çıx 20 çıx 5. O da A çıxılsın 5'də A kvadratı çıx 25. A kvadratı çıx 25'i də 25 özü 5'in kvadratı olduğuna görə kvadratlar fərqindən A çıx 5'ə A topla 5 deyə ayırıram. Məxrəcdə də A minus 5 var. A minus 5'lər ixtisar getdi. Cavabımız Y bəndi. Yəni A plus 5. Cavab A topla 5. Y bəndi. Keçdilədik 12 nömrəli suala. Perimetri 36 cm, hipotenusu 15 cm olan düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaq çəkdim. Hipotenusu 15'dir. Perimetr 36'dır. Şöyle 36'dan 15 çıxanda nə qalır? 21 qalır. Deməli mən bu katete x desəm, bura cəmi 21'i vermək üçün 21 çıx x olacaq. Üçbucağın sahəsini tapın. Katetlər hasilinin yarısıdır sahə. Bu tipli sualları uşaqlar görəsən ya Pifagor tətbiq etməliyəm, yazmalıyım x kvadratı üstə gəl 21 çıx x-in kvadratı bərabər 15'in kvadratına. Bu tipli sualları Pifagor tətbiq etməliyik. Amma hipotenusu 15 olan hansı üçbucaq var bildiyimiz? 3, 4, 5 üçbucağın 3 qatı olan. Yəni 9, 12, 15 üçbucağı var. X'in yerinə 9 qoyanda ödəyirsə bitdi. X'in yerinə 9 qoysan 21'dən 9 çıxanda 12'ni verdi mi? Verdi. Özüdür. X'imiz 9'a, bir katet 9'a, digər katet 12'ye, sahədə 9 vur 12'nin yarısı. 9 vur 6'dan sahəmiz oldu 54. B bəndi. Keçdilədik digər suala. İndi tənliyinin köklərindən biri 3 çıx kökdə 5 olarsa x1 vur x2 böl m ifadəsinin qiymətini tapın. Aha. İndi burada deməli kökü aparıb yerinə qoya bilərik. Kökü aparıb yerinə qoya bilərik. Rasional əmsallı desəydi də, bir kök 3 minus kökdə 5 olsaydı, ikinci kökdə bunun qoşması olurdu. Yəni 3 topla kökdə 5. İndi kökü yerinə qoyaraq da tapa bilərik. Vaxt itirəsik sadəcə. Toplayanda görək ödəyirmi? Toplayanda eləyir 6. Yəni köklər cəmi də ikinci ədəmsalının əksi olur. Mənfi m-in əksi m. M bərabər 6. Görək ödəyəsdir. Bunu köklər hasili 4'ü verirsə ödəyir. 3 çıx kök 5'i 3 topla kök 5'e vuranda 3'ün kvadratı çıxılsın kök 5'in kvadratından 9 çıx 5'dən cavab nə gəldi? 4. Ödədi mi? Ödədi. Aha. Deməli bir kökümüz 3 çıx kök 5, digər kökümüz də 3 topla kök 5. Toplayanda 6 eləməkdir. Köklər cəmi də əks işarə ilə götürülmüş ikinci ədəmsalından m oldu. Mənfi m-in əksi. Yəni mənfi m-in əksi m. M bərabər oldu 6'ya. x1 vur x2 çevrilmiş kvadrat tənlik olduğuna görə sərbəsəddə, yəni 4'ə bərabər olur. M-imiz də 6'ya. 6'da 4'ü ixtisar elədik. Cavab 3'də 2. M-in hansı qiymətini? M mənfi 2 6 nöqtəsi funksiyanın qrafiki üzərindədir. Heç nə x-in yerinə mənfi 2, y-in də yerinə 6 yazırıq. Yazırıq. 6 bərabər mənfi 2'nin kvadratı. M vur mənfi 2'nin kvadratı. Çıx m vurulsun mənfi 2 topla 4. Buradan 6 bərabər mənfi 2'nin kvadratı 4. 4m. Üstə gəl 2. Üstə gəl 4. 4'ü sol tərəfə keçirsəm sağ tərəfdə 6m. Sol tərəfdə 6 çıx 4'dən 2. Buradan m-i taparkən 6'nı 2'yə yox. Hasili məlumluğa 2'ni 6'ya bölürsünüz. 2'ni 6'ya böldük 3'də 1. M-in 3'də 1 qiymətində. Cavab Y bəndi. 15 nömrəli sualda. Deyir ki A 14 6, B 12, C 4 mənfi 2. Təpə nöqtələri olan üçbucağın C təpəsindən çəkilmiş medianın uzunluğu. A, B, C. C nöqtəsinin koordinatları 4'ə mənfi 2. A nöqtəsinin koordinatları 14'ə 6. B nöqtəsində koordinatları 10'a 2. Uşaqlar, CM medianını çəkim mən buradan. CM medianını. M əgər mediandırsa, qarşı tərəfin orta nöqtəsi olmalıdır ki, M-in koordinatları da A və B-nin uyğun koordinatları cəminin yarısına bərabər olur.
Yəni M nöqtəsinin absisi 14 ilə 10'u topladıq 24, yarısından 12. 6 ilə 2'ni topladıq 8, yarısından neçə oldu? 4. İndi artıq SM uzunluğunu taparkən iki nöqtə arasındakı məsafə düzdür. X2 çıx X1'in kvadratı. Yəni 12 çıxılsın 4'ün kvadratı kökün altında. Üstə gəl 4 çıxılsın -2'nin kvadratı. 2 mənfi də burada bildiyimiz kimi ard-arda gəldiyinə görə nə elədi? Müsbət. 4 ilə 2'ni topladım 6. Kvadratı 36. Üstə gəl 12'dən 4 çıxdım 8 kvadratı 64. Topladıq 100. 100'dən də neçə çıxdı? 10. Cavab A bəndi. İndi keçid edirik 16 nömrəli suala. A'nın modulu 6, B'nin modulu 4 olarsa, A ve B vektorları arasındaki bucaqda 60 derece olarsa, A topla B vektorunun uzunluğunu tapın. A topla B vektorunun uzunluğu demek, A topla B'nin modulu demek. A topla B'nin modulu da kökün altında A topla B'nin neyi demekti? Kvadratı. Bu da neye beraber olur? Kökün altında A vektorunun kvadratı, üste gel B vektorunun kvadratı, üste gel 2 vur A vektoru vurulsun B vektoruna. İnşallah bir vektorun kvadratı elə onun modulunun kvadratına beraberdir. Bu bizim bir xassəmizdir. Aha. İndi A'mızın modulu 6'dır. Belə yazaq da kökün altında A'nın modulunun kvadratı, üste gel B'nin modulunun kvadratı, üste gel 2 vurulsun A vur B hasilinin yerine de ne yazırdık? Modulda A vektoru vurulsun, modulda B vektoru vurulsun, aralarındaki bucağın kosinusuna hasili. Kosinus 60 dereceye hasili. Yani buradan A'mız neçədir A'mız? 6. 6'nın kvadratı. Üste gel B'miz 4. 4'ün kvadratı. Üste gel 2 vur. 6 vur. 4 vur. Kosinus 60'da da 2'de 1'e beraberdir. Buradan 2'ler ixtisar getdi. 6'nın kvadratı 36. Üste gel 4'ün kvadratı 16. Üste gel 6 vur 4'te 24. Bu ikisini toplayanda 40. Üstüne de 36 geldim. Kök 76. Kök 76'nı da uşaqlar 4 vurulsun 19 şəklində göstərə bilərik. Bu da 2 kök 19. 4'dən 2 çıxır çünkü. B1 topla B3 12. B2 topla B4 48 şərtini ödəyən həndəsli hissənin vurğunu tapın. Biz burada B2'ni B1 vur Q kimi yazsam. B4'ü B1 vur Q kübü yazmaq yerine burada B3'ü verib də B3 vurulsun Q şəklində yazsaq. Buradan da Q'nu mötərizə xaricinə çıxarsaq. Olur B1 topla B3 beraber 48'e Q vurulsun hansı ki. B1 topla B3 12'dir. 12'ni neye vursam 48 eder 4'e. Deməli silsilə vurğumuz olan Q neye beraber oldu? 4'e. Y bəndi. Geçdik 18 nömrəli suala. Sistemin həlli yoxdur. Ne zaman sistemin həlli olmurdu? Uyğun x-ların əmsallarının nisbəti bərabərdir. Uyğun y-lərin əmsallarının nisbəti bərabər deyil sərbəst ədlərin nisbətinə. 2'nin 3'e nisbəti 5'in 2'ye nisbətinə bərabər deyil. Bir dənə bu tənasübü həll edirik, bitdi. 2m bərabərdir 3 vur -4 -12. M də bərabərdir -6. Cavab C bəndi. 19 nömrəli suala baxırıq. Alfa 45 derece olarsa sinus 2 alfa. Burada 90 derece edir. Burada tangens 45 derece edir. Burada kotangens 45 derece. Sinus 90'da 1'e beraberdir. Tangens 45'te 1'e beraberdir. Üste gel 2 vur. Kotangens 45'te de 1'e beraber. Burası 2. Bunların cəmi də 2. 2 ile 2'nin cəmi də 4. Cavab A bəndi. İndi alfa bucağı ikinci rübün bucağı varsa. Burada modul açmalıyıq. İkinci rübdə kosinusun işarəsi mənfidir. 1-4'də müsbət olur kosinus. 2-3'də isə mənfi. İndi mənfi olduğuna görə modul açılarkən mənfini önə verəsidir. Çünki bildiyimiz kimi moduldan mənfidən çıxmır. Kosinus özü mənfi olduğuna görə bir mənfi də önünə artırırıq ki, mənfi kosinus alfa dediyimiz ifadə artıq müsbət 1'ə də bərabər olur. Bu müsbət kosinus alfa ilə mənfi kosinus alfa getdi. Cavab Y bəndi 0. Sonra keçilərik çevrə mövzusuna aid bir sual. AD'miz 3'dür, DY'miz 7'dir. AB'miz 5'dir. BC parçasının uzunluğu x deyir. Necə idi? Bu kəsənin çevrədən ayırdıq. Kiçik parçanın uzunluğunu böyük parçanın uzunluğuna vururduq. Yəni AB vurulsun AC bərabərdir. Burada da eyni şəkildə. AD vurulsun AY. Yəni kiçik parçanın uzunluğu AD vurulsun böyük parçanın uzunluğu AY. İndi AB'miz 5'e bərabər. 5 vurulsun. AC'miz 5 ilə x'in cəminə bərabərdir. Burada diqqətli oluruq. 5'i x'a vurub səhvə yol vermirsə. Bərabər AD'miz 3. Burada da 3 topla 7'də neçə edir? Yəni AY 3 üstə gəl 7'dən neçə elədi? 10. 5 ilə 10'u ixtisarladım. Burada 2. 5 topla x bərabər 3 vur 2 6'dan
X'imiz neye beraber oldu? 1'e. Olar mı? 5 vur 6 beraber 3 vurun. Olur da. Olur. Oxşamasa belə olur. B bərabərdir 1. B variantı, yəni cavabımız 1. A. Mənfi 7 neçə nöqtəsidir o? Mənfi 7 4 nöqtəsindən çevrəyə çəkilən toxnanın uzunluğunu tapın. Şöyle bu çevrənin tənliyini yazmalıyıq əvvəlcə. Aha. Çevrənin tənliyi nə olur deməli bu çevrənin tənliyi? X-in kvadratı çıx 6x yazdım. Y-in kvadratı çıx 8y yazdım. Bərabər 11. Şimdi bura mən nə əlavə etsəm tam kvadrat yaranar burada. Necə tapırdıq buranı? 2 vurulsun birincinin kvadrat kökünə bölürdük. Yəni 2x-a böləndə mənfi 3 edir. Kvadratı neçə elədi? 9. Buranın da 2 vurulsun kökün altında y kvadratının moduluna bölürük. Tapmaq üçün rahat üsuldur. Yəni mənfi 8y 2y böləndə elədi neçə y? 4y. Burada da 4-ün kvadratı neçə əlavə etməliyəm? 16. Burada 11 var. Sol tərəfə əlavə etdiyim bu 9 ilə bu 16-nı sağ tərəfə də əlavə edirəm. 9 üstəgəl 16. Yəni bu hissə bizə verir x minus 3-ün kvadratını. X minus 3-ün kvadratı üstəgəl. Bu hissəsi bizə verir y minus 4-ün kvadratını. 4-ün kvadratı bərabərdir. 3-ünün cəmi də 36. Yəni mərkəzin koordinatları mötərizələri 0 edən uyğun qiymətlər. Bu mötərizəni 0 edən x-in qiyməti 3. Bu mötərizəni 0 edən y-in qiyməti isə 4. Radiusun kvadratı 36-dırsa radius nəyə bərabərdir? 6-ya. Təxminən şəklimi çəkəcəm. A x-i mənfi 7. Burada y-i 4 olan nöqtə olsun. Bu nöqtədə mənfi 7 4 nöqtəsində. Mərkəzi harda? X-i 3, y-i 4 nöqtəsində. X-i 3, y-i 4 bu nöqtədə. Mərkəz buradır. O nöqtəsində. Və radius 6. Radius 6-dırsa uşaqlar. Buranı 6 vaid soldan, yəni 3-dən 6 vaid solda bu mənfi 3-dən. Keçəsdir. Buradan bura qədər. Bax. Belə bir çevrə olacaqdır çevrəmiz. Bax, belə bir şeydir. Deməli, mənfi 7 4 nöqtəsindən indi bu çevrəyi biz nə çəkməliyik? Toxuna. Toxunanı çəkək. Bu şəkildə çəkdim. Toxunma nöqtəsini qeyd edək. Bura A nöqtəsi olsun. Hansı ki verilib bizə. Bu nöqtəyi də B nöqtəsi deyirəm. Və mən bu mərkəzlə bu hissəni birləşdirəndə bu radiusun uzunluğuna bərabər olur. Yəni neçə 6-ya. Və buradan bura qədər məsafə də 3-dən mənfi 7-yə qədər məsafə ilə eyni olmalıdır. Yəni 10 gələsidir. 3-dən mənfi 7-ni çıxdıq. Burada 90 dərəcə olduğunu bilirik də toxunan toxunma nöqtəsində radiusa perpendikulyardır. Burada tanıdığımız düzbucaqlı, üçbucaqlı katetlərindən birisi 6. Hipotenüs 10. Digər katetə neçə qaldı? 8. Doğru cavab D bəndi. Keçid elədik növbəti suala. Növbəti sualımız deməli 23 nömrəli sualdır. Buranı təmizləyim. Aha. Sonra deməli bir ifadə verilib, sağ tərəfdə də onun vuruqları verilib. X üstün neçəsə, belə bir ifadə. Çıx 36 bərabərdir. Vuruqlarından birisi x çıx 6, digəri də x topla nəsə bir ifadə. Nə olar? Avtomatik ağla gəlir ki, x kvadratı çıx 36, yəni 6-nın kvadratı ola bilər. Vuruqlarından biri x çıx 6, digəri də olsun nə? X topla 6 şəklində. Onu da biz bu qüvvətdəki ifadəni nəyə bərabər götürmək? X-in qüvvətində. Yəni k kvadratı çıx 7k topla 14 bərabər olmalıdır. X kvadratı olması üçün 2-yə. Buradan da burada neçə durur? Müsbət 6. Yəni k kvadratı çıx 10k topla 30 da bərabər olmalıdır 6-ya. 2-ni sol tərəfə keçirsən. K kvadratı çıx 7k topla 12. 14-dən 2 çıxıldı. Bərabər 0. Köklər cəmi 7 hasil 12. Bilir ki k-ya buradan 3'dür ya da k buradan 4'dür. 6'nı sol tərəfə atsam. K kvadratı çıx 10k topla 24 bərabər 0'dan. Cəmi 10 hasili 24. K-ya 4'dür. Ya da k neçədir? 6'dır. Uşaqlar, bizim k'mız həm bu hissəni 0 eləməlidir. Yəni buranı 6 eləməlidir. Buranı 6 eləyirsə bunu 0 eləyir. Həm də bu hissəni, ikisini də eyni zamanda 0'a çevirməlidir. Onun üçün də buradan ortaq kökü götürürük. K'mız nəyə bərabər oldu? 4'ə. 23'də deməli k bərabərdir 4 qiymətində. Bu da 23 nömrəli sualın cavabı. K'nın 4 qiymətində. İndi 24 nömrəli suala baxırıq. 24 nömrəli sualdır.
Nədir? ABC üçbucağında 24 2 dəfə təkrar düşüb. ABC üçbucağında AB ilə BC'nin bərabərliyi verilir və hər biri 14 cm. Burada 14'tür, burada 14'tür. DM AB'ye perpendikulyardır, DN də BC'ye perpendikulyardır. ABC'nin sahəsi neçə olarsa 70 olarsa. Bu təpədən mən bu nöqtəyə hündürlük endirsəm. Bunun sahəsi 70'e bərabərdirsə, tərəf də 14'tür. 14 vurulsun h bölünsün 2 bərabərdir. 70'dən 2 ilə 14 ixtisar getdi 7. 7h 70'dən h nəyə bərabər oldu? 10'a. H'ımız 10 elədi. İndi DM ilə DN'in cəmini, yəni mən bura x deyim, burada y deyim. X ilə y-in cəmini. Uşaqlar, bu bir isbata dayanır əslində bunun izahı. Yəni əgər bərabər yanlı üçbucaqda oturacaq üzərində bir nöqtə götürüb, yan tərəflərə perpendikulyarlar çəkdikdə, yəni bu x ilə y-in cəmi bir dənə yan tərəfə çəkilən hündürlüyü verir. Yəni h-ı verir. Bax, ancaq yan tərəfə çəkilən hündürlük, oturacağa demirəm, yan tərəfə. Yəni x ilə y-in cəmi də deməli nəyə bərabər olacaq? 10'a. Deməli 24'də cavabımız oldu 10. Yaxşı, niyə görəsən, niyə belə oldu? Yəni mən buradan bilirəm ki, bu üçbucağın tərəfinə A desəm, biraz təmizləyim, buranın yeri açılsın. İsbatını da göstərək. Hissələri silirəm. Burası da H olsun. Deməli bu üçbucağın sahəsinə nə dedim? Yox, tərəfinə A dedim. Bu yan tərəfdə o zaman A olur. Buradan bu üçbucağın sahəsi A vurulsun H bölünsün 2. S bizə nəyi verdi? A vur H bölü 2. İndi uşaqlar, burada eləyəcəyiniz kritik şey nədir? Bu B nöqtəsi ilə D nöqtəsini birləşdirməkdir. Və burada mən ABD üçbucağının sahəsini tapıram. S üçbucaq ABD bərabərdir. A vurulsun Y bölünsün 2'yə. Eyni şəkildə S üçbucaq BDS'nin sahəsini tapıram. BDS bərabərdir. Tərəf yeri A'dır da, yan tərəflər bərabər. A vurulsun X bölünsün 2'yə. Şimdi uşaqlar, ümumi bu iki sahənin cəmi də bu A vur H bölünsün 2'ni verməlidir. Yazıram. A vur H bölü 2 bərabərdir. A vurulsun X bölü 2 üstə gəlsin. A vurulsun Y bölü 2. A bölü 2 burada da ortaqdır. Burada da var. Üçündə də. Elə bil ki, fərz edək ki, 2 bölü A'ya vurdum bütün hədləri. H bərabərdir. X üstə gəl Y. Bu da bizim isbatımız. Yəni H, deməli X ilə Y-in cəmi H-a bərabər olacaq. H-ımız da neçə idi? 10. Doğru cavab 10. Bir daha yazıram. Keçdik 25 nömrəli suala. Funksiyanın ən böyük qiyməti ilə. Uşaqlar, bilməliyik ki, kosinus x funksiyası, yəni buranın ən böyük qiyməti almaq üçün bu kosinusu ən böyük almaq. Ən böyük 1'dir. 3 topla 5 vur 1. 5'i 1'ə vuranda 5 üstünə 3 gəldim 8. Ən böyük qiymətimiz deməli neçə oldu? 8. Ən kiçik qiymətini tapmaq üçün də bu kosinus x topla pi bölü 8'in yerinə mənfi 1 yazıram. 5'i mənfi 1'ə vuranda mənfi 5. Üstünə 3 gəldim. Mənfi 2. Qiymətlərin cəmini tapın. Mənfi 2'nin üstünə 8 gəldik. Cavab 6. 25'də cavab 6. 26'ya baxırıq. K-nın hansı qiymətində düz xətləri paraleldir? Düz xətlərin paralel olması üçün bucaq əmsalları bərabər olmalıdır. Kotangez 60'ın qiyməti də 1 böl kök 3'dür. 1 böl kök 3'ü bu mütərizəyə vurmaq elə ki, buranı kök 3'ə bölmək kimi bir şey çıxır. Aha, deməli kök 3'lər getdi. Buradan bizim y-imiz bərabər oldu. 5x çıxılsın. 2 kökdə 2 böl 3. Buranı görüb qorxma. Bura heç bizim maraqlandırmır. Bizə lazımdır sadəcə K'lar, bucaq əmsalları eyni olsun paralel olması üçün. Yəni K buradan neçəyə bərabər oldu? 5'e. Bitdi. Bu qədər sadə. 27'də deyir ki, ABC və A1, B1, C1 oxşar üçbucaqlarında A1, B1, 5, AB 10 olarsa. Yəni oxşarlıq əmsalı. Deməli A1, B1 5 olanda, yəni bunun tərəfi 5 olanda A1, B1 deyək. 5 olanda AB neçə olur? 10. Yəni 2 dəfə böyükdür də bildiyimiz kimi. 2 dəfə böyükdürsə onda uyğun sahə neçə dəfə böyük olmalıdır? 4 dəfə. A1, B1, C1'in sahəsi. Bu hissənin sahəsi 80'dırsa, bura K'nın kvadrat qədər. Yəni 4 dəfə böyük oldu. 320. 1'e oldu B bəndi. Birincinin sahəsi 20'dirsə, yəni A1, B1. Bunun sahəsi 4 qatı 80. 2 oldu A bəndi. 3'e də deməli, birincinin sahəsi 5'dirsə, ikincinin sahəsi bunun 4 qatı olan 20. 3'e də uyğun gəldi D bəndi. 1B, 2A, 3D. Bu da bizim cavabımız. İndi gəldik 28 nömrəli suala. İndi tənliklər sistemindən gələn bir sualdır.
Bir balaca çətin sualdır. Bu x atırıq sağ tərəfə. Nə alınır x sağ tərəfə atanda? Kökdə x bölü y bərabərdir 6 bölü y çıxılsın x-a. İnşallah buradan hər iki tərəfi əvvəlcə kvadrata yüksəltsək. Nə alınır kvadrata yüksəltsək? X bölü y bərabərdir 36 bölü y-in kvadratı topla x-in kvadratı çıx hasillərin 2 misli. 12x bölü y aldıq. Belə bir ifadəmiz var. Təbii ki, buradan y 0 ola bilməz. Niyə? Məxrəcdədir y, düzdürmü? Onda bütün hədləri y-ə vursaq, y-ə vurmayaq, y-in kvadratına vuraq. Y-in kvadratına vuranda. Yəni bunu da, bunu da, bunu da, bunu da. Hamısını y-in kvadratına vuram. Nə alınır y-in kvadratına vuranda deməli? Y ilə bu kvadrat gedir, xy bərabər. Y kvadratına vuranda 36. Üstə gəl, x kvadratını y kvadratına vuranda xy-in kvadratı. Buranı da y kvadratına vurduğumuza görə bu hissəni. Y ilə bu y gedir, çıx 12xy. 12xy. Aha. İndi buradan alınır ki, xy-in kvadratı. Çıx 12xy, çıx xy, çıx 13xy. Üstə gəl 36 bərabər 0-a. Burada xy mən bir t ilə əvəzləsəm. T'nin kvadratı çıx 13t topla 36 bərabərdir 0. Buradan alırıq ki, t1 üstə gəl t2 bərabərdir 13'ə. T1 vurulsun t2 bərabər 36'ya. Toplayanda 13 vuranda 36. 4 ilə 9. Deməli xy ya 4 olmalıdır. Xy ya da neçə olmalıdır? 9. Bunu tapdıq. Bu var əlimizdə. Artıq bundan sonrasında işimiz rahat olacaq. Təmizləyirəm bu hissəni. Deməli, x topla y də 5'dir. Buradan y əvəzlək, y bərabər 5 çıxılsın nəyə? X-a. Gətirib burada y-in yerinə və burada y-in yerinə 5 çıx x yazacaq. X vurulsun 5 minus x bərabərdir 4'ə. Bir də x vurulsun 5 minus x bərabər 9'a. Buranda 5x çıx x-in kvadratı. 5x çıx x-in kvadratı bərabər 4'ə. Sağ tərəfə yazaq. X-in kvadratı çıx 5x topla 4 bərabərdir 0'a. Buradan ya x 1 olmalıdır, cəmi 5 hasili 4 ya da x buradan 4 olmalıdır. İndi bir də buna baxaq. 5x çıx x-in kvadratı bərabər 9'a sağ tərəfə yazaq. X kvadratı çıx 5x topla 9 bərabərdir 0'a. Buradan da gördüyünüz kimi diskriminant 0'dan kiçik gəlir. Buradan artıq kök gəlmir, boş çoxluq. İndi x, y hasili 4 idisə, x 1 olduqda 1'i nəyə vursam 4 eləyər? 4'ə. X 4 olduqda onda y-imiz neçə olacaq? 1. 4'ə 1. Təniklər sistemini həll edeyim budur. 1, 4, 4, 1. Şimdi keçid edirik digər suala. Fx bərabərdir 7 sinus x. Üstə gəl 4 kosinus x vurulsun tangens x. İnşallah burada şagirdlərin elədiyi bir səhvdən danışacağım. Şimdi 7 sinus x'i yazıram. 7 sinus x. Üstə gəl 4 kosinus x. Vurulsun tangens x'i da sinus x bölü kosinus x olarak yazma olar. Kosinus x'lar getdi. Cavab elədi 11 sinus x. Ən kiçik qiymət dediyinə görə o dəqiqə aparıb sinus x-in yerinə mənfi 1 yazmalıyıq da. Normalda belə olmalıdır. Düzdür? Ən kiçik qiyməti çünki mənfi 1'dir. 11'i mənfi 1'ə vuranda cavab mənfi 11. Mənfi 11 yazdığın anda cavab səhvdir. Niyə səhvdir? Çünki sinusun mənfi 1 ya da müsbət 1'ə bərabər olduğu nöqtələrdə kosinus 0 olur. Ona görə sinus x mənfi 1'i almayacaq. Burada sinus x mənfi 1'dən bir balaca böyük ədəd olmalıdır. Sinus x mənfi 1 ola bilmir, mənfi 1'dən. Nə olmalıdır? Biraz böyük. Yəni tam olaraq mənfi 1 dedikdə aldığım qiyməti almıram. Mənfi 11'i almıram. Onda 11 dənə sinus x-də 11'ə vururam. Böyükdür mənfi 11'dən. Alacağı ən kiçik tam qiymət oldu mənfi 10. Mənfi 11 yazmırıq. Cavab mənfi 10. İndi sonuncu isbat məsələsinə gəldik. Deməli, nə deyir isbat məsələsində? İspat edin ki, hündürlüyü h olan bərabər yanlı trapesiyanın diagonalları qarşılıqlı perpendikulyar olarsa, sahəsi h-ın kvadratına bərabər və yaxud da sahə orta xəttin kvadratına bərabərdir deyə bilər. İkisi də eyni məntiqlə həll olunur. İndi baxaq, bərabər yanlı trapesiyanı çəkirəm. Yan tərəflər bərabərdir. Diagonallar bir-birinə perpendikulyardır. Burada 90 dərəcə, burada 90 dərəcə. Bura A desəm.
Baxın, buradakı adlandıraq da A, B, C, D. Burada olsun O nöqtəsi. Şu AO ilə OD bir-birinə bərabərdir və burada yaranan üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaq 45 45 90. Oturacağa hündürlük çəksən, eyni zamanda da median olasıdır və düzbucaqlı üçbucaqda bilirik ki, hipotenusa çəkilən hündürlük hipotenusun yarısına bərabərdir. A bölü 2. Üst oturacağa da B desək, eyni şəkildə buralar 45'e 45 gəlir. Burada nəyə bərabər olur? B bölü 2'yə. Gördüyünüz kimi bu B bölü 2 ilə A bölü 2'nin cəmi əslində bu trapesiyanın nəyinə bərabərmiş? Hündürlüyünə. Deməli, H bərabərdir A bölü 2, üstə gəl B bölü 2. Buradan alırıq ki, H bərabərdir A topla B bölü 2. A topla B bölü 2 eyni zamanda nəyə bərabər? Orta xəttə. Deməli, trapesiyada sahə düsturu A topla B bölü 2 vurulsun H-dır. A topla B bölü 2'nin də yerinə H yazmağımız istəyir. H vur H-dan sahəmiz H kvadratı. Deməli, bu düsturumuz ispat olundu. Gələn sınaq izahlarında görüşənədək. Uşaqlar, baxırıq 29 nömrəli sualın izahına. Nə deyir deməli 29 nömrəli sualda? Situasiyada uzunluğu BC 9 cm, BC 9 cm, AB 5 cm olan düzbucaqlı şəklində ABCD meydancasının 3 tərəfi boyunca enləri bərabər olan. Yəni uşaqlar, nə deməkdir enləri bərabər olan? Yəni burada gördüyünüz bu hissənin qalınlığı, bu hissənin qalınlığı, bir də bu hissənin qalınlığı. Üçü də bir-birinə bərabərdir. Yəni burada x uzunluq desək, burada x desək, bu hissədə nə oldu? X. Yəqin anladıq. Güllük salınmışdır. Meydançı ilə güllüyün sahəsi. İkisinin birlikdə sahəsi. Yəni ümumi bu böyük düzbucaqlının sahəsi 84'dür. Şöyle bu uzunluq nəyə bərabər olur? Bax, burası 5'dir AB. Burası x-dir, burası x-dir. Deməli, bu uzunluğun tamamı bu tərəf. 5 topla 2x oldu. Bu uzunluq bəs nəyə bərabər olur? 9 topla 2x deməyək. Çünki buradan bura qədər 9'dur, bu hissəsi də x-dir. Yəni burada oldu 9 üstə gəl x. Deməli, bunun sahəsini taparkən eninin uzunluğuna vuruq da 2x topla 5'i vuruq nəyə? X topla 9'a. Bərabərdir 84. Aha. İndi buradan x-i tabaq, bu kvadrat tənliyi həll edək. Vurub açsaq. Nə edir? 2x'i x-a vuranda 2x'in kvadratı, üstə gəl 2x'i 9'a vuranda 18x, indi 5'i vururam. Üstə gəl 5x, üstə gəl 45. Bərabər 84'e. İndi 84'ü sol tərəfə atacağım. Standart şəklə gətirək. 2x'in kvadratı, üstə gəl 23x. 45'dən 84 çıxanda burası eləyəsdir. Kiçikdən böyük çıxırıq, böyükdən kiçik çıxaq da 39 mu elədi? Düz dedim, 39 ilə 45, 79, o da 80. Bəli, 39. Çıx 39 bərabərdir 0-a. İndi bunu vuruqlarına necə ayıra bilərik görəsən? Güllüyün enini tapın deyir, x-i tapın deyir. Deməli, burada nə eləyə bilərik? D bərabərdir B-nin kvadratı. Heç nə gedək də diskriminantla. B-nin 23'ün kvadratı, yəni 529. Çıx 4 vur, 2 vur, mənfi 39. Mənfini mənfiyə vuran da bura müsbət edir. Müsbət 39. Alındı ki, buradan 529 üstə gəl. 839'a vuraq. 312 mi edir? 830. 8'i 40'a vuranda 320 edir. Bir dənə 8 azdı elə bir ki. 39 ilə 40 dənə 8 yox, 39 dənə 8. 312. İndi bunları da toplayanda 841. Bəli, inşallah 841 də neçənin kvadratda 29'un. İndi x1 bərabərdir mənfi b, yəni mənfi 23. Çıx kök altda 841. Bundan da 29 çıxdı. Bölünsün 2a. 2 vur 2'dən 4. Buradan mənfi gəlir. Uzunluq mənfi olmazsa təbii ki, yəni necə mənfi olsun. İkinci kökə baxırıq. Mənfi 23'ün üstünə 9 gəldim. 6. 6'nı 4'e böləndə 3 bölü 2, yəni 1,5. Güllüyün enini tapın deyir. Güllüyün eni bu x idi. X-imiz deməli nəyə bərabər oldu? 1,5'e. Güllüyün sahəsini tapın deyir. Aha. Güllüyün sahəsi. Deməli bu hissəsi heç nə bölgülər aparıb tapa bilərik də. Ya da güllüyün sahəsini tapmaq üçün ümumi tamamının sahəsi neçə idi? 84. İç hissənin sahəsi neçədir? 9 vur 5'dən 45. Çıxdıq güllüyün sahəsini tapdıq. Yəni 81'dən 45 çıxanda neçə elədi güllüyün sahəsi? 39, səhv eləmirəmsə 39, bəli, 39. Güllüyün salınması üçün deyir 13 işçi 12 saat vaxt sərf edib deyir.
Həmin məhsuldarlıqla işləyən 12 işçi neçə saat vaxt sərf edər? X saat deyək buna da. İndi tərs mütənasibliyin asılılığı olduğuna görə, yəni işçilərin sayı azaldıqda zaman nə edir? Artır. Düzünə vururduq bu tənasübdə. Yəni 13-ün 12-yə hasili bərabər 12-nin x-a. Hər tərəfdən 12-lər sadələşsə, x bərabər 13. Nə qədər vaxt sərf edər? Deməli 13 saat. Sağ olun şagirdlər. Gələn sınaq izahlarında görüşənədək.